Ardından salfetka, lavaşlıq. Kaynaşına hara çağırdı getmək olmaz. O qədər xəbərlərə baxırsınız, dərs götürmürsünüz. Hələ burada elə qızlar var ki, nəysə də day demirəm, üzün gördü, görmədi, qaçırlar tez bir dənə hədiyyə atan kimi. Üzün bəlkə qoca kişidir, bəlkə protezdə ağzındakı, bəlkə stəkana suya qoyur protezi. Nə bilim Allah. Sənin canını görmüşsün, çox qəşəngsən, çox sağ ol. Durnağa bax, nə olub xanım, Əlifi başına mı qoydun? Конечно, az əvvəl qızlar qorxurdular, gəlirdilər, oğlanlar evdə görüşürdülər, ya qızın qohumu gelirdi, nişanlı ola oğlanla qız görüşə gedəndə kimsə aparırdı yanında uşaqdan zaddan. İndi qorxu yoxdur bacı. Ne yazayım? Səni ağladım, gülüm. Qızların yəsi var ya, qızlar safdır. Amma heç kəsə etibar yoxdur bu həyatda. İctimaatın heç öz atava inam yoxdur indiki zamanədə. Qalmışdı tanımadığın, sosial şəbəkədə tanıdığın insanı. İndi oğlanlar qızlardan qorxur. Hamıdan qorxur. Qazi deyir. Qazi deyil o. Qızım yazıb. Hansı bürcdən zəhləviz gedir? Heç bir bürcdən zəhləm getmir. Hər bürcün özünə görə öz şəxsiyyəti var. İnsaniyyətliyi bürcdən ölçülmür. Bürclərdən niyə zəhləm getsin ki? Ləman yaxşı, diş həkimi tanıyırsan, dentist Rıza yaz, çıxacaq. Mən pul yığmıram, heç kəs məndən inciməsin. Mən TikTokda elə şeylər yığışdırılıb. Şükür Allaha, dövlətimiz var, qanun, hər şey, yəni mən eləyə bilmərəm. Heç kəs məndən inciməsin. Bürcünüz nədir? Bürcüm qız bürcü. Niyə? Olmaz da icazə yoxdur. Necə niyə? Pul yığmaq yığışdırılıb TikTokda. Bəli, əvvəl o qadağa yox idi, indi var. Sentyabrın neçəsisiz? Sentyabrın 17'si. Mən qorxuram, qardaş, elə şeylərə inciməyin, xahiş edirəm. İlin günün bu vaxtı qorxuram elə şeylərə. İcazə də yoxdur. Yəni, hələ nəzarətdədirlər. 41'in mənası heç nə, elə şıp yazdım, getdi. Belə istəyən varsa canlıdasınızsa, kim yardım eləmək istəyir, səhifəvizə girsin, sizə direktə yazsın, kömək eləsin. Burada insanlar var, elə o yazanlar var, orada koş. Gedin, direktinə yazın, nömrəsini versin, yardım eləyin. Qoşulmaq üçün köməyə ehtiyac yoxdur. Yazınızı görürlər burada. İstəyən insan sizə buradan da götürər, səhifəvizə yazar, kömək eləyər.
De burada insanlar görür. Səhifəmizin üstüne giriş edə bilərlər. Mən olan eşqə xəyanət eləmisən, sən nəzər ömrümü yan eləmişəm. WhatsApp atarım. Siz ona cevap vermeyin. Onun yazdığını screenshot edin. Ne bileyim. Niye elə ona görə? Bir get başqa yerdə reklam elə. Mənə pul verirsən tabirlikdən, sən gəlib mənim səhifəmdə reklam edirsən. Sual verirəm, cavab ver bir dənə, deyəcəm niyəsini. Pul verirsən mənə? Yox, sual verirəm sənə. Reklamla işləyirik bir yerdə, yoxsa yox? Bir dənə cavab ver mənə. Nəyi reklam eləmirsən? Sərdən nə yazırsan burada? Yuxarı get, yazdıqlarına bax. Nəyi reklam eləmirsən? Reklam nətər olur ki? Nətər olur da görək hələ. Bəlkə biz bilmirik. Qeydiyyat eləmək üçün fərqi nədir ki? Reklam deyil o. Özünə gəlib buradan cəmatı yığırsan ora. Reklam değil. Reklam değil deyirəm. Çıx çölə. Əsəbləşmə. Çıx çölə az. Əsəbləşməyin. Üzümə durur ki, reklam eləmirəm ki. Müştəri yığır burada özünə. Deyir, reklam eləmirəm ki. Sən oradan bilsən. Onu bilmək üçün nə var ki? Baxırsan qıraqdan bilirsən də. Sən olan eşqə xəyanət eləmişəm. Sevdiyim müğənni var. Mən nə bilim o qədər müğənni var. Görüşürəm. Yaxşı edirsən. Deyirəm bəlkə alına da. Of, boş ver. Mən bu qədər izləyicim var, heç mən girişmirəm elə şeylərə. Nə oxutum yoxdur, nə də halım. Az yox, elə azın eşqə. Neynirsən eşnə? Oturmuşam.